Hər vaxtınız xeyirli olsun. Bakı Apellyasiya Məhkəməsində məhkəmə prosesi keçirilən 15 nəfər Ermənistan vətəndaşı Bakı Hərbi Məhkəməsinin 5 fevral 2026-cı il tarixli hökmünün ləğv olunmasını və onların barəsində bəraət qərarının çıxarılmasını məhkəmədən xahiş edirlər. Hazırki mərhələdə təqsirləndirilən şəxslər və onların müdafiəçilərinin apellyasiya şikayətləri üzrə şikayətlərinin əsaslandırılması üzrə çıxışlarının icrası mərhələsidir. Təqsirləndirilən şəxslərin böyük bir hissəsi artıq çıxışlarının icrasını yekunlaşdırıblar, başa çatdırıblar, digərləri isə davam etdirirlər. Və onu da qeyd edək ki, təqsirləndirilən şəxslərin həm özlərinə, həm də onlara dövlət hesabına ayrılmış müdafiəçilərinə vaxt məhdudiyyəti qoyulmayıb, onlar fikirlərini sərbəst şəkildə çatdırırlar, eyni zamanda onlara kifayət qədər şərait yaradılıb. Və həmçinin təqsirləndirilən şəxslər və onların müdafiəçiləri məhkəmədə müxtəlif vəsadətlər təqdim edirlər və təbii ki, qanun çərçivəsində olan vəsadətlər də təmin olunur. Məhkəmə prosesi bu dəqiqələrdə davam edir. Qeyd edək ki, təqsirləndirilən 15 nəfər Ermənistan vətəndaşı Azərbaycana və xalqımıza qarşı çoxsaylı cinayətlər, o cümlədən sülh və insanlıq əleyhinə cinayətlər törətməkdə təqsirli bilinirlər. Onlardan 5 nəfəri birinci instansiya məhkəməsinin hökmü ilə ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum olunublar. Digərləri isə müvafiq olaraq 16 ildən 20 ilədək müddətdə azadlıqdan məhrum ediliblər. Biz xəbərlərin növbəti buraxılışında daha geniş materialımız olacaq ki, onda tamaşaçıların diqqətinə çatdırmağa çalışacağıq deyərək sözü yenidən mərkəzə, studiya ötürürük.